Hər vaxtınız xeyir dəyərli izləyicilər. Masazır qəsəbəsində 569 nömrəli avtobusun yolunda, yəni dayanacağa yaxın Hakim Abbasov küçəsində şəxsi tikili və bu gördüyünüz 4 otaq ev satılır. Texpasportu kupçası var. İçi 110 kvadratlı evimiz 3 sotdadır. Şəxsi tikilidir, zəif təmirləndir. Bax gördüyünüz mətbəxdə gördüyünüz kimi məsələn ağardılmayıb, qaboyu yoxdur, divar kağızı yoxdur, kondisioneri var. Demək burada qonaq otağıdır. Belə qonaq otağıdır. Lazım olsa orada da böyük otaq var. Yerlərini dəyişə bilərsiniz. Buranı yataq eləmək olar, oranı qonaq otağı eləmək olar. 2 pəncərə ilə. Həyət böyükdür. Burada da kondisioner var. Demək 4 otaqdır. Hamam otaqları ayrı-ayrıdır. Hamam otaqları o da həmən qaydada. Təmiri zəifdir, təmirsizdir. Qiyməti də bugünkü bazardan aşağı qiymət təklif olunur. Demək, qiymət 95 min manatdır. 3 sotdadır. Yəni bugünkü gün bu hissədə bu 3 sotu alıb belə bir evi hələ təmirsiz vəziyyətə gətirib satmaq mümkünsüz bir şeydir. Çox bahalıdır burada torpaq. Masazır qəsəbəsi, Hakim Abbasov küçəsi 4 otaq evdir. Demək, qonaq otağını göstərdim, birinci yataq otağını göstərdim. Bax bu da ikinci yataq otağıdır, amma ev sahibi buranı iş otağı kimi istifadə edir. Gördüyünüz kimi hər bir otağın pəncərəsi işıqlı açıqdır. 3 sotda həyətin videonun sonunda göstərəcəm. Qiyməti bir daha vurğulayım. 95 min manat start qiymətdir. Nağd satılır. Notarial qədər alqı-satqı olacaq. Kupçanı bir daha göstərdim burada və keçək çöldən evin üzünü göstərim. Demək, evin həyətindəyik. Bax burada bisifkasıdır. Üzümçar da qurulub. Həyətinə maşın keçir. Evin arxasında da yeri var. Evin üz görünüşüdür. Kürsülüdür. 10 metrənin 11 metrəyə tikili və evin arxasında göstərim. Evin arxasındayıq. Ənciri, narı. Böyük bir ərazisi var arxasında. Evin arxası sıvanıb, pəncərələr, məhəccərlər qoyulub. Bir daha vurulub. 11 metrənin 10 metrəyə tikilib. İçi 110 kvadratlı kupçada da qeyd olunub. Daha doğrusu burası lap çoxdur ölçüdə. Qiymət 95 min manat. Gəlin baxın, yerdə qalanın ev sahibi ilə danışmaq mümkün olacaq. Burada da zirzəmisi var. Və bu da evin üzü görünüşüdür. Son dəfə burada göstərim. Kanalımıza abunə olun, şərh bölməsi şərhlərinizi gözləyirəm. Bugünkü gün bu hissədə 3 sotda torpaq alıb belə bir normal, hətta təmirsiz vəziyyətdə tikib gətirmək çox baha başa gəlir. Yəni tikinti ilə məşğul olana bilir ki, bugünkü gün çox bahalıdır. Materiallar da, icazələr də, hər bir şey. Torpağın qiyməti önəmlidir, torpaq çox bahadır. Son izləyiniz üçün təşəkkür edirəm.